Değerli şagirdlər, indi isə ikinci mətnin izahını yerləşdirirəm. Başlayaq Marco Polo mətnindən. Deməli, 23-cüdə yazıb ki, bu kitabın yaranmasına hansı hadisə, şərait yaratmışdı? Diqqət eləsək, bu adam müharibədə əsir düşmüşdü və ondan sonra, belə deyim də, bu kitab, belə deyim də, yazıcı ilə tanış olmuşdu orada. Bir yazıcı ilə tanış olandan sonra fransız dilində qələm almışdı və beləcə bu əsər ortaya çıxmışdı. Yəni, orada yazıcı ilə tanış olmasa, bəlkə də bu alınmayacaqdı. 23-də B, 24-də hansı suala cavab yoxdur? Yazıb ki, hansı dünya səyyahları Marco Polo'nun kitabından bəhrələnmişdilər? Dünya səyyahları. Düzdür, yazıcı ilə tanış olanda bu kitab ortaya çıxıb. Və bunu belə deyim də məşhurlaşıb. Sadəcə burada yazmayın baxın məsələn mətndə. Burada şagirdimiz kimdisə E variantını götürüb. E deyil, yəni E-si çaşdırmasın. Hansı ixtiralar barədə məlumat verilmişdi? Orada var idi. Məsələn, lapsə dəqiq deyim. Avropalılar onun sayəsində kağız pul, barıt, kompasın ixtirası ilə tanış olmuşdular. Yəni, Y düzdür, cavab burada A olacaq. 25-də biz burada nəyə götürə bilərik? Kağız pul ilk dəfə Avropada istifadə olunmuşdur. Xeyr, bu qənaətə gəlmək olmaz. Çünki Avropalılar kağız pulla şərqin sayəsində tanış olmuşdular. Deməli, ilk dəfə şərqdə olub. 26-da elə bir bulaqdır ki, gözündən çağlayan bol yağla 100 gəmini bir yerdə doldurmaq olar. Bu yağ yeməyə yaramır, lakin yandırmaq üçün, necə də qaşımadan əziyyət çəkən adamlar və dəvələr üçün bir məlhəm kimi yararlıdır. Bu yağı daşımaq üçün uzaq yoldan insanlar gəlirlər. 6-cı abzasda da burada yazmışdı ki, bircə saniyə deyim sizə. O, həmçinin Xəzər dənizi ətrafında çıxarılan və yanan qara maye, neft haqqında. Yəqin ki, bu yanan qara maye ilə bura aid olacaq. D variantı daha məntiqlidir. 26-da D variantı. 27-də tün qraflə verilmiş hansı ifadəni hansı sözlə əvəz etmək olar? İşıq üzü görmək, çapdan çıxmaq, nəşr olunmaq deməkdir. Yəni, İtaliyada nəşr olunmuşdur. İlk dəfə, yəni, İtaliyada işıq üzü görmüşdü, nəşr olunmuşdu. 28-də Avropalılar, 27-də A-nı götürdük. 28-də mətnə əsasən Avropalılar bu barədə ilk dəfə Marco Polo'nun sayəsində bilik əldə etmişlər. Kompasın mövcudluğu, bir də kağız pullar. 1, 4. Sonra 5 əvvəldən var idi. Yəni, şərqdən onsuz da gəlirdi ədəbiyyatlar. 5 yenilik deyildi. 1, 4-ü götürürük A variantı. 29-da üstündə rəqəm yazmış hansı sözlər məcazi mənadır? Birinciyə baxsaq can atmaq, bir də qələmə almaq. Qələmə almaq burada diqqət eləsək rəqəm neçədir? 4-dür də, bəli. 1, 4 C variantı. 29-da C. 28 A, 29 C. 30-da burada şagirdimiz yazıb, yəni yəqin ki, burada səbəb-nəticə əlaqəsidir. Sadəcə yəqin o cavab kartındadır da. Çünki mən sualı görə bilmirəm. Şərh bölməsində yazsaz, dərhal izahını yazaram 30-un. Video sizin üçün faydalı oldusa, əziz 9-cu sinif şagirdləri, bu kanala abunə olmağı unutmayın. Diqqətinizə görə təşəkkür edirəm.